Tənliklər sistemi 4-cü bölmə. De. Birinci sual. Oxu. A bölünsün 3 A bölü 3. çıxılsın 4 bölünsün B B. bərabərdir 2. Ha. A bölünsün 6 Ha. üstə gəlsin 10 bölünsün B 10 bölünsün B. bərabərdir mənfi 2. Mənfi. Tənliklər sistemin AB hasilini tapın. AB hasilini deyir. Tamam. Yaxşı. Burada ya B'ləri ya da ki A'ları birinci, yəni ki yox edək. İndi A'ları daha rahat yox edə bilirik, düzdürmü? Hə? Bax. A'ları yox eləmək istəyiriksə, nə edəcəyik? Yuxarı çıxacaq. Hə, nəyə vuracaq? 3-ə 3'e yox. 3'e yox. Mənfi 2'də 1'ə vursaq, mənfi 2'də 1'ə vursaq, burada A bölünsün 6 da 6'da 1 A. Düzdürmü? Əmsalları nə etməliyik? Əksərlərə görə. Burada 6'da 1 A'dır. Deməli, mənfi 2'də 1'ə vursaq, burada da nə olacaqdır? Mənfi A bölünsün 6 olacaqdır. Elə deyil mi? Birinci tənliyi tərəf-tərəfdən nə edirəm? Mənfi 2'də 1'ə vururam. O zaman nə olacaq? Olacaq mənfi nə? A bölünsün 6. Mənfiyə vurduğuma görə üstə gəl olacaq. 2'də 1 də buna vurulanda 4 ilə 2 qısar gedəcəkdir. Nə qalacaqdır burada? 2 bölünsün B bərabərdir. Mənfi 2'də 1'i buna vuranda mənfi 1 olacaqdır. İkinci tənliyi isə olduğu kimi yazıram. A bölünsün 6. Üstə gəlinsin 10 bölünsün B bərabər nəyə? Mənfi 2'yə. Sonra bunları nə edirik? Tərəf-tərəfə toplayırıq. Tərəf-tərəfə toplayanda bunlar islah olunacaqdır. Bunları da toplayanda nə olacaqdır? 12 bölünsün B. Bərabərdir nə alırıq? Mənfi 3. Buradan da B nəyə bərabərdir? Mənfi 4'ə. Gətirib burada məsələn yerində qoysaq A-nı da asanlıqla taparıq. O zaman A bölünsün 3 bərabər. Burada B-ni yerdə mənfi 4 qoyanda nə olacaq? Üstə gəl 1 bərabər gəlir 2'yə. Düzdürmü? A bölünsün 3 bərabərdir 1'ə, A da nəyə bərabərdir? 3'ə. Bizdən nəyi soruşurdu? AB hasili. AB hasili. Bu da olacaqdır mənfi 12. Sonra 3 üçüncü soru. X bölünsün Y Hı. düşərsə Y bölünsün X Hə. bərabərdir 34 bölünsün 15'ə. 34 bölünsün 15'ə. X kvadratı plus Y kvadratı bərabərdir 34. X kvadratı Y kvadratı bərabərdir 34. Tənliklər sistemində X Y hasilini tapın. X, Y hasilini soruşur. Birinci tənliyi orta məxrəcə gətirsək, sol tərəfi. X, Y yuxarıda nə olacaqdır? Bura böləndə Y gedəcək, X qalacaq. X, X-ə vuranda X kvadratdır. Bura böləndə Y kvadrat olacaq, Y kvadratdır. Bərabərdir 34 bölünsün 15'ə. X kvadrat sonra Y kvadrat yerdə nə yazacaq? 34. O zaman olacaq 34 bölü X, Y bərabər nəyə? 34'ə. Buradan da tapırıq ki, X, Y nəyə bərabərdir? 15'ə. Sonra 9 9. Y kvadratı Bəli. Y kvadratı siyasi X Y Hə. bərabərdir X kvadratı ya ben 40 yazdım beraber 40 yazdım. Allah'ım sen kitabı oxuya bilmirsən. Yəni sən kitaba baxıb oxuya bilmirsən. Ama dedim işte ve X Sən kvadratı 40 dedin ki, dedim ben dedim. onda mənim qulağımda problem. Mən həşimə gedir. Sonra X kvadratı hə, işte yazı X Y beraber 24. Ha. Modula X Y tapın. modulda X, Y soruşur. Razı uşaq deyil, mən düşünürəm sən. Modulda X, Y soruşur. Düzdür. Sonra burada deməli X-i Y metrəcə xaricinə çıxarsa, orada ilk alırıq 10. Düzdürmü? Buradan da X metrəcə xaricinə çıxarsa, alırıq nə? X plus Y. Sonra da nə edə bilərik? Tərəf-tərəfə bölə bilərik. Düzdürmü? Yaxşı, yazıq hala Y plus X bərabər nəyə? 40'a. Buradan da X-i çıxartdım metrəcə xaricinə. X plus Y nəyə bərabərdir? 24'ə. Düzdürmü? Hə, tərəf-tərəfə bölsək, X plus Y-lər getdi. Aldıq burada Y bölünsün X bərabərdir 40 bölünsün 24. O da ki, iqtisad getdi 8'ə. Nə qalır burada? 5, 3. Düzdürmü? Y bərabərdir uşaqlar 5K, X də bərabərdir nədir? 3K. Gətirək qədər birincidə ya ikincidə yerinə qoysaq olacaq nə? 25
k kvadratı üstə gəlsin 15. 15k kvadratı O da 40 edir, düzdür. bərabərdir nəyə? 40. 40k kvadratı bərabərdir 40. K kvadratı da nəyə bərabərdir? 1-ə. K da bərabərdir plus minus 1. Deməli, k bərabərdir -1 olduqda həll olur nə? -3, -5. K bərabərdir 1 olduqda həll olacaqdır 3 ilə 5. Zaten bizdən modulda x vurusun y tahsilini soruşur. O da eləcə necə? 15. Sonra 13. 13. 13 Bir. gəlir. 1 bölünsün, bəli, Ha. 1 bölünsün x, 1 bölü x. çıxılsın 1 bölünsün y, Ha, bərabərdir 1. 1, 1 bölünsün 2x, 2. plus 3 bölünsün y, bərabərdir 4. Tənklər sistemindən x-i tapın. X'i soruşursa deməli y-ləri yox edir. Düzdürmü? Bax bu birinci tənliyi tərəf-tərəfdən 3-ə vursa, İslah gedir. bəli, toplayanı sonra y-lər islah olacaq. 3-ə vuran birinci tənliyi. Olacaq nə? 3 bölünsün x, çıx. 3 bölünsün y, bərabərdir nəyə? 3-ə. İkinci tənliyi isə olduğunu köçürürük. Üstə gəlirsin, 3 bölünsün y, bərabərdir nədir? 4. Sonra da nə edirik? Tərəf-tərəfə toplayanda bunlar əks ifadələrdir, islah olunur, düzdürmü? Bunları da toplayanda olacaqdır 2x-də, 2x buna bölünəcək 2, 2 3, 6, bu da bir nə elədir? 7. Bax, toplayanda elə bir 2x böldüm bura, neçə elədi? 2, 2 döşə vurdum, neçə elədi? 6, 2x'i bura böldüm, 1 elədi, 1'i bir əvranda 1, 6 da bir neçə elədi? 7. Bərabərdir nə? Bunları toplayanda neçə edir? 7. Deməli, 2x nəyə bərabərdir? 1'ə. X də bərabərdir 2'də. Ya da x'i soruşur da. Sonra 15. 15. Oho. Oxu da. 15. X kubu istəcək y kubu bərabərdir 2. X y olsun. Mötəzədə x plus y bərabərdir 2. Yəni 2'yə bərabərdir. Təhlillər sistemində x kvadratı istəcək y kvadratın cəmi tapın. X kvadrat üstə gəl, y kvadratını soruşur. Düzdür. Bəli. Bəli. Bax, bu ikinci tənliyi 3'ə vursaq, birinci tənliyi sonra tərəf-tərəfə olmasaq düstur olacaq. Bax, birinci tənliyi olduğu kimi yazılır. X kubu üstə gəl, y kubu bərabərdir 2'yə. İkinci tənliyi 3'ə vururam. Nə oldu? 3xy, burası x plus y bərabərdir nəyə? 6'ya. Bunları tərəf-tərəfə toplayanda muhtasar batıştırı verir ki, Bəli. x kubu plus 3xy burası x plus y plus y kubu. Bu nədir? Bu x plus y-in mötərizə kubu. Bərabərdir nəyə? 8'ə. Düzdürmü? X plus y deməli nəyə bərabər imiş? 2'yə. 2'ye. Yəni burada yerində yazsaq, o zaman x y nəyə bərabər olur? 1'ə. 1. İndi bizə nəyi soruşur? X kvadrat üstə gəl y kvadrat. X kvadrat üstə gəl y kvadratda bərabərdir. X plus y, X plus y abala üstə gəldi, bu çıx deyil, burada görmürsən. X plus y-in kvadratı çıxılsın 2x 2x y. Bu da bərabərdir. X plus y-i necə qalmışıq? 2. Olacaq 4 çıx 2. O da elədi 2. Sonra 16. oxu. X gəlir. X bərabərdir 5 bölünsün 3. 5 bölünsün 3. Bəli. 5 bölünsün 3. Elə Bəli. Aşağıda bir 5 bölünsün 3 bilirsiniz 6. 3 bölünsün 5 deyil. Y üstə gəl. y üstə gəlir y kvadratı Bərabərdir. 1 bölünsün 6. 6 tərəfə gəlir. Yaxşı. Nəyi soruşur? Bizdən soruşur. X çıxılsın 3y bölünsün X. x. Bunu soruşur. Nisbətini bəli. Bunlar toplananlar arasında uşaqlar nədir bu? X bölünsün x çıxılsın nədir bu? 3 y bölünsün x. Bu da nədir? 1 çıxılsın 3 y bölünsün x. Bizdən bunu soruşur. Düzdür? Bəli. Bax bu birinci tənlikdən x-i mötərizə xaricinə çıxarsaz 1 bərabərdir 3'də 5 alırıq. Düzdürmü? İkinci tənlikdən də y-i çıxarsaz 1 üstə y bərabərdir 6'da 1. Mənə nə lazımdır? Y bölünsün x lazımdır da. Orada 3 y bölünsün x var. İkinci tənliyi birinci tənliyə bölsək,
İkinci tənlik və yazıram burada. İkinci tənlik bölünsün birinci tənlik. Nə alarıq? Ha? İkinci tənlik birinci tənlik bölürəm. Bir x bölünlər getdi. Y bölünsün x olacaq. Bərabərdir. 6'da 1 bölünsün. Nədir? 3'də 5 alarıq. O zaman y bölünsün x bərabərdir. 6'da 1 vurulsun. Nə olacaq? 5'də X'lar gelir. 3 tane 6 X'lar 2 kalır. Onunla bir. Qısar getdi bunu. Onunla bir Y bölünsün. X nəyə bərabər oldu? Onunla bir. 10'da neçə? 1. 10'da 1. Düzdürmü? Evet. Ha, burada gətirib yerində yazsaz, o zaman misalın cevabı olacaq. 1 çıxılsın, 3 vurulsun, y bölünsün, x onda 1'dir. 3 vurulsun, onda Onunla 1. Bu da olacaq 30. 30. Yok. 1 çıxılsın, onda 3. Onda 10 çıx, onda 3. Nə eləyəcəkdir? Onda Onda 7. 7. Yazın. 19'un sual. Altın sonra 19 idi. Yaxşı, oxu. X plus 3, X plus 3. Y kvadrat plus 7, mörtədə qalmaz. Ha, y kvadratı Plus 7. plus 7. Bərabər 0. Ha. 3x plus y kvadratı bərabərdir 27. 3x plus nə? 3x plus y kvadratı bərabər 27. Ha. Təhlükə sistemini həll edilir. Hələsini həll edin. Uşaqlar, burada birinci tənlikdə hasilin sıfıra bərabər olmaq şərti. Ya bu sıfırdır, ya bu sıfırdır. Düzdür. X plus 3 bərabərdir 0 olsa, x bərabər nə tapırsınız? Mənfi 3. Amma y kvadratı plus 7 bərabər 0 olsa, y kvadratı bərabərdir mənfi 7 alırsınız. Həqiqi ədədlər çoxluğunda bunun həlli yoxdur. Həqiqi ədədlər çoxluğunda. Aydın oldu. Bu belə. X bərabər nə tapdıq? Mənfi 3. Gətirib burada yerinə yazaq. O zaman olacaq mənfi 9 üstə gəlir y kvadratı bərabər nədir? 27. Y kvadratı bərabərdir 36. Düzdürmü? Y bərabərdir plus minus 6. Deməli, təhlilər sisteminin həqiqi ədədlər çoxluğunda həlləri oldu belə. Mənfi 3, mənfi 6 və mənfi 3, müsbət 6. Həqiqi ədədlər çoxluğunda. Aydın oldu? Sonra. De. Neçə? 19'dan sonra 21. X vurulsun Y bərabərdir mənfi 9. X vurur y bərabərdir mənfi 9'a. 3 vurulsun mörtəzədə x kvadratı Y. Üstə gəlsin x y kvadratı. X y kvadrat. Mörtəzədə bağlanır bərabərdir 5 vurulsun Bəli. x plus y. X plus y. Təhlükələr sistemində x kvadratı plus y kvadratı cəmini tapın. Belə idi də bu. Aşağı tarafımızda X vurulsun Y yazdı. Eksi 1. Nə yazın? Eyni şeydir. Mütəzələlər bax. Nasıl soruşun? Ben ben şey düzgün. 21. 3x kvadratı. 100. O necə? Y kvadratı. Nə çəkirsən? X y Burada bərabər 3 nasıl Eksi 1 nasıl bulunur? Eksi 10 değil. avtomatik mənfi 9 görür. Nəysə, uşaqlar, bizdən nəyi soruşurdu? X kvadratı üstə gəlsin y kvadratı cəmini tapın. Bu adam hazır infarktda. Bərabərdir. Sağ ol. Ne soruşurdu? Hə? Hə. Uşaqlar, ikinci tənlikdən nə çıxır metrizə xarici? X plus X Y. X y. X y çıxartdı. Evet. Nə qaldı burada? X plus y. Y. Düzdür. Hə? Bərabərdir nəyə? 5 5 x plus y. Düzdür. O X sayılır. Deməli uşaqlar, bizə burada nə lazımdır? X plus y lazımdır da. Elə deyilmi? Hayır. X plus y lazım çünki x var bizə. Bunun yerinə lap bunu yazsaq nə olacaq? Mənfi 9 x plus y. Bunu da bu tərəfə keçirsək, çıx 5 x plus y bərabər nə alırıq? 0. X plus y-dən. Mənfi 14 x plus y bərabərdir 0 alırıq. Buradan da tərəfdən mənfi 14-ə böləndə x plus y nə alırıq? 0 alırıq. Və x y-də nə vermişik bizə? Mənfi 9 vermişik. Gətirib indi burada köməkçi düsturu yazsaq, müxtəsər düsturu. Düstur necə idi? X plus y kvadratı. X plus y-in kvadratı Çıxsın. çıxılsın 2x y. X plus y neçədir? 0. 0. Gətirib burada yerinə qoyanda müsbət neçə olacaq? 18. Sonra qapımızı belə. Qapıydı. Ha, oxu. Sonra 23. 23. Mörtəzədə x çıxılsın biri mörtəzə kvadratı. Mötərizədə nə?
X çıxılsın 1-in mörtəzə kvadratı. Metəcədə x çıxılsın 1'in metəcə kvadratı. Üstü gəlsin Y çıxılsın 2-nin mörtəzə kvadratı. Y çıxılsın 2'nin metəcə kvadratı. Bərabərdə 17. Bərabərdir 17. X çıxılsın 2-nin mörtəzə kvadratı. X çıxı 2'nin metəcə kvadratı. Üstü gəlsin Y çıxılsın 1-in mörtəzə kvadratı. Y çıx 1'in metəcə kvadratı. Bərabərdə 13. Bərabərdir. Həllər sistemində X çıxılsın Y fərqini tapın. X çıx Y fərqini. Tamam. Elə açaq bunları. X kvadratı, onsa ispat edəcək. X kvadratı çıxılsın 2x plus nədir? 1. Düzdürmü? Üstə gəl y kvadratı çıxsın 4y üstə gəlinsin 4 bərabər nədir? 17. Burada da x kvadratı çıx 4x plus 4 üstə gəlinsin y kvadratı çıx 2. Niyə baxmırsan bura? Bala. Hə? Sən niyə baxmırsan bura? Elə bir sən görmürəm. Tərəf-tərəfdən çıxsaq Tərəf-tərəfə çıxsaq, x kvadratlar getdi. Düzdürmü? Y kvadratlar da getdi. Mənfi 2x, mənfi 4x çıxanda nə olacaq? Müsbət 2x olacaq. Düzdürmü? Birlər də getdi, 4'lər də getdi. Bundan da bunu çıxanda, mənfi 4y-də mənfi 2y çıxanda mənfi 2y olacaq. 17'dən də 13 çıxanda nə şeydir? 4. Tərəf-tərəfə şəkə bölsək, x çıxsın y-də bərabər olacaq. Yazın. Neçən sualdır? Neçən? 24. A kvadratı. Ha, Üstə yazı 3B kvadratı. 3b kvadratı. Bərabərdir. 140 bölünsün A. 140 bölünsün A. Bəli. B kvadratı. Üstə yazı 3A kvadratı. Bərabər 76 bölünsün B. 76 bölünsün B. Nəyi soruşur? Sonra mən deyir ki, A plus B cəmini tapın. A plus B cəmi tamam. Bəli. Bu dəqiqə. Sonra A da sıfırdan fərqlidir, B də sıfırdan fərqlidir. Görürsünüz, matematiğe iştirak edir. Birinci bərabərliyi tərəf-tərəfdən A-ya vuraq. İkinci bərabərliyi tərəf-tərəfdən B-yə vuraq. O zaman burada nə olacaq? A kubu üstə gəlinsin nə? 3AB kvadratı bərabərdir 140. Burada nə olacaq? B kubu üstə gəlinsin 3A kvadratı B bərabərdir 76. Düzdürmü? Sonra bunları tərəf-tərəfə toplasaq, A kubu üstə gəl 3A kvadratı B, üstə gəl 3AB kvadratı, üstə gəl B kubu, yəni düzdürmü? A plus B-nin mütərizə kubu kvadrat nədir? Bərabərlik toplayanda nə qədər edir? 216. 216. A plus B deməli nəyə bərabər imiş? 6'ya. Bizə nəyi soruşurdu? A plus B cəmi. Ha. Sonra 25. 25 var burada. X, Y natural ədədlər üçün 25 oxuyursan da x, y natural natural ədədlər ədədlər çoxluğuna daxildir. Ha. x kvadrat Ha. plus x plus y kvadrat Ha. plus 2xy bərabərdir 49. 49'a. X kvadrat Ha. çıxılsın y kvadrat plus 2xy bərabərdir 41. X vurulsun y hansını tapın. X olsun. X olsun. X'i bu düstur. Yox, yuxarı Ha. Sonra tərəf-tərəfə çıxsaq, aşağıdakı hardan düstur? Çıx x var. Çıxsaq, sonra x kvadratlar getdi, 2x y-lər getdi. Nə oldu? 2y kvadratı bərabərdir 49'a neçə çıxıram? 41. Oldu 8. Y kvadratda bərabər nəyə? 4. Natural ədədlər çoxluğuna daxil olduğuna görə y bərabərdir 2. Gətir bu yerinə x də tapsa. Nəyi soruşurdu? X y qansını soruşur. Bəli. X'i də tap, sonra x y qansını tapdı. Bu düsturda elə x plus y-in kvadratı nəyə bərabərdir? 49'a. X plus y-də nədir? 7'dir. Y 2 olandan sonra 5 olacaq. 5 olur. Bizdən də x y qansını soruşur. Bu deyiləcək 10. Sonra 26. oxuma. X, Y natural ədədləri üçün X y daxildir natural ədədlər çoxluğuna. Ha. X çıx 2 vurulsan, X çıx 2 vur. Y çıx 2 bərabərdir 4. 4. X kvadratı Y X kvadratı y. üstə gəlsin. X, Y kvadratı bərabərdir 162 olarsa, Varsa? üniversitetində X kvadratı plus Y kvadratını tapın. X kvadratı üstə gəl. Y kvadratı. Kvadratını soruşur. Valla bu hələ
Heç nə eləmədən belə yazmaq olar. Birincisi. Deyir ki, x-dən natural ədədlər çoxluğuna daxildir y-dən. Düzdür? Aydın məsələdir ki, nə x, nə də ki, y 2-dən kiçik ola bilməz. Onların mühasını gərək 4 eləsin. Düzdürmü? Ha, o zaman, yəni ki, fikirləşirəm ki, məsəl üçün, x çıxılsın 2 nə ola bilər? 2 olsun. Y çıxılsın 2-də 2 olsun. Aydın oldu. Buradan tabarsan ki, x məsəl üçün 4, y 4, amma gətirib bu elə burada bunu ödəməlidir axı. Bunu da ödəməlidir. Bu bərabərliyi də nə deyil, ödəməlidir. Ödəsə, hə, doğrudur. X məsəl üçün 4, y bərabər 4, o zaman bu tənələr sisteminin həlli olacaqdır. Yerinə qoyun ödəyir, ödəmir. Bax, 16 vurursun 4 neçədir? 64. Burada da 64, toplayanda nə qədər edir? 128. Düzdür? Ödəmirəm. Bu birinci halıdır. İkinci halda deyirəm ki, x çıxsın 2 bərabərdir, 4 olsun məsələn. Y çıxır 2 bərabərdir, 1 olsun. Burada x bərabərdir 6, y də bərabərdir nədir? 3-dür. Bu hal ödəyir. Ödəyir. 36 vurulsun 3. 108. 3 vurulsun, yox. 6 vurulsun 9. 54. 8 ödəlidir, 162. Ödür. Bu belə nədir? Əgər burada yerini qoyun, hesabla bilərsiniz. Aydın oldu. Ya da ki, ikinci soru. Vurup açaq. Birinci tane. X, Y. Sıkılsın. Çıx 2x. Elə deyilmi? Çıx 2x. Üstə gəl 4 bərabərdir 4. İkincidən də x, y çıxardaq metrizə xaricinə. X plus y bərabərdir nədir? 162. Aydın oldu. Bu olsun birinci üsulda. Qiymət vermək üsulunu. Hə. Sonra görsünlər getdi, x, y bərabərdir. O tərəfə keçirəndə mənfilər müsbət olur. İkincidə çıxardılan metrizə xaricinə x plus y olur. Sağ tərəfə keçirəndə 2x üstə gəl 2y olur da. Düzdür? İkincidə çıxardılan metrizə xaricinə. X, y-in yerinə ikinci tənlikdə gətirib bunu yazsa, nə olacaq? 2 vurulsun, x plus y buranda olacaq, x plus y-in kvadratı. Bərabər nəyə? 160. Hər tərəfdən 2-yə bölsək, x plus y-in kvadratı nəyə bərabərdir? 81-ə. Natural ədədlər dediyinə görə mənfi 9-u götürmürəm. Baxı deyirək orada, x naturaldır, y-də naturaldır. Aydın oldu. Bəli, gətirib burada məsəl üçün yerində yazsaq, o zaman x, y-imizdən nə qədər olacaqdır? 18. Düzdürmü? Bizdən də nəyi soruşurdu? X kvadratı üstə gəl y kvadratı. Bu da ki nədir? X üstə gəl y-in mötərizə kvadratı çıxılsın nədir? 2x-dir. Gətirib bu yerini hesabladı. 36, 81, 36. Bu da neçə eləyir? 45. 45. Yaz. İlk sual. 27 oxu. X kvadratı y bərabərdir 2. Necə? X kvadratı y Hə. bərabərdir 20. X kvadratı bərabərdir 50. 50. Tənliklər sistemində x plus y plus x y tap. X plus y Plus x y. Elə? Bəli. Tərəf-tərəfə aşağılar bölsək, ayaqda toplasa nə olur? X kvadratı y. Oradan x-i bir sıfır metrəcə xaricinə, x plus y qalır. Düzdür? Tərəf-tərəfə toplayacaq. Tərəf-tərəfə toplayanda nə olur? X-i bir sıfır metrəcə xaricinə, x plus y qalır. Düzdür? Bərabər nəyə? 100. Tərəf-tərəfə böləndə nə olur? Tərəf-tərəfə böləndə fikir verin. Tərəf-tərəfə böləndə o zaman x bölüsü nə olacaq? Y qalacaq da. Elə deyil. Bəli. Sayı. Bərabərdir. 20 bölüsün 50, o da ki ona əksər getdi. 2 bölüsün. Heç qıldatma da stulu. 2 bölüsün 5. X də bərabərdir. 2k. Y də bərabərdir. 5. Düzdürmü? Hə, gətirib yerdə qoysaq 2k olacaq 4k kvadrat. 4k olsun 5k bərabərdir 20-yə. 20k kubu bərabərdir 20-yə. K kubu da nəyə bərabərdir? 1. K da nəyə bərabərdir? 1-ə. K 1-dirsə, o zaman x bərabərdir 2, y də bərabərdir 5-dir. Gətir bu yerinə hesabladı. Olacaq 5 dedik ki 7, üstə gələnsin 10. 17. Sonra 29. 29. 5x çıxılsın 3y. 5x
çıxılsın 3y. Çıxılsın 3 idi. Üstə gələk. Hə. 9 bölünsün 6x çıxılsın y. 9 bölünsün 6, X çıxılsın y. 6 çıxılsın y. Bərabərdir mənfi 15. Mənfi 15. 5x çıxılsın 3y. Üstə gələk. 9 bölünsün 6x çıxılsın y. Eyni şeydir. Bərabərdir mənfi 13. Sonra bu düzdür. Ya birində çıxmadı. Düzdür ama düzdür. Aşağıdakı çıxmadı. Burada. Aşağıdakı çıxmadı. Düzdür. O da mənfi 13 mənim. Ha. Başka masal. Neyi soruşur? Bizdə təmir sistemindən Bəli. modulda x, y hasildir. Modulda eksilik kalsını soruşur. Valla bunları taraf tarafa toplasanız ne baş verecek? Bunlar gedecek sen. Ha? Gedecek gitmeyecek. Geleceğe Gedecek. Evet. Çünki bir mənfi. Para gelecek. Taraf Sağ olun. tarafa üzerinde. Gelir de bunlar. Bəli. Toplayanda ne olacak? 10x toplayır ama çıkarsın. 6. 6y beraberdir. Gerçi bunlar toplayanda ne gelecek? Mənfi Mənfi 8. 8. Mənfi 28. 2'ye de laf bölsen, uşaqlar 2'ye de bölsen ne olur? 5x çıxılsın 3y. Mənfi 14. Mənfi 14. Düzdür. Bəli. Şimdi bunu tapdıq mənfi 14. Gətirib burada yerine yazsaq, Mənfi mənfi 14. 14 üstə gəlinsin, 9 9 bölünsün, 6x çıxılsın, y-də bərabərdir mənfi 15'ə. Düzdürmü? O da 1'ə bərabərdir. O zaman 6x çıxılsın, y-də nəyə bərabərdir? Mənfi 1'ə bərabər. Bəli. Elə deyil ki, hə? Bəli. İndi bir dənə sizin hani bura 5x çıxılsın 3y bərabər olur mənfi 14'dan. Düzdür? 6, niyə qulaq asmışsan bura? 6x çıxılsın y-də bərabərdir nəyə? Mənfi 1'ə. Hə? İkinci tənliyi, bura məsələn mənfi 3'ə tərəfdə. Birinci tənliyi olduğu kimi yazaq. 5x çıxılsın 3y bərabərdir mənfi 14'dan. Mənfi 18. Mənfi 18x üstə gəlirsin. 3y bərabərdir müsbət 3'ə. Tərəf tərəfə toplayanda y-lər gedəcəkmi? Bəli. Dəqiq. Y gelir 2 sayı. Mənfi iqtisad getmir, islah olunur. Hə, islah olundu y-lər. Sonra bunları toplayanda nə olacaq? Mənfi 13. Mənfi 13x bərabərdir Mənfi 11. Mənfi 11 bendim. mənfi 11. Bəli. Hesablama düz aparır. Boşdur. Ha, yox, bu Boş Üçüncü sənə gəlir biləcək. O üçüncü sənəlikdir. 11 Vuruq hasil. Məşğul vuruq tapmaq üçün hasili mənim vuruğa. Kamera göndərib səni göstəreyim. 10-cu sinif, 3-cü sinif səni gəlir bilmir. İkisi görmədim, onu görmədim. Yəni bu boyda eksi görməliyəm. Nəysə inşallah gör, bunu düz vurduq. 6 ikisini girib. Bunları düz toplamışıq da. Mənfi 1, hə? Şu tərəfdə gözüm şeyinə qoşuq. Mənfi 3 yapmışam. Mənfi 18x plus 3y bərabər nəyə? Tərəf-tərəfə toplamışam. Mənfi 13x bərabərdir. Nədir uşaqlar? Mənfi 11'ə. X də nəyə bərabərdir? Yaxşı kəsrədə olur. Buna görə bir-birən hesablama səhv edəcək. 11 bölünsün 13. İndi gətir qoy yerinə y-i tap. Gətirib qoy burada yerinə məsəl üçün 6 vurursun. 13'dən neçə? 11. Çıx. Y bərabərdir. Nədir uşaqlar? Mənfi 1'ə bərabərdir. Bu da elədir. 13'dən neçə? 6 çıxılsın. Y bərabərdir. Mənfi 1. Azalan çıxırlar. Nasıl çıxılan olmaq azalandan fərqi çıxmaq lazımdır. Y-də bərabərdir. 13'də 66'dan çıxacaq çıxıldatmağa. 13'də 13. Səs düşür də kameraya. 13'də 66 çıxılsın mənfi 1, üstə gəlinsin 1 olacaq. Bu da bərabərdir 13'də neçə edəcəkdir? 13'də 66 79. 79. Bizdən nəyi soruşur uşaqlar? Modulda x, y hasildir. Modulda x gedir. Bunlar da burada bir-birinə. Bərabər neçə olacaq? 13'də 11. Şimdi burası 13'də 79. Bir də ki, bu hesablama yayını düz olur, düz olur. Düzdür hesablaması. Düz gəlir. Hə. Burada hesablama var, fərq etmiş. Bax. Bu nəyə bərabərdir? 9 bölünsün daxil. Elə deyil. Deməli bunlar deyil. Bu nəyə bərabər? 9 bölünsün nəyə bərabər mənfi deyil. Elə deyil. 9 bölünsün bu 6x çıxılsın y. 9 bölünsün. 9 bölünsün 6x çıxılsın y nəyə bərabərdir? Mənfi 1'ə. O zaman 6x çıxılsın y nəyə bərabərdir? Hə? Mənfi 9'a.
Düzdürmü? Hı? İndi gətirək burada yerinə yazaq. Mənfi 9-a bərabərdir. 5 x-in ciblikdə bərabərdir, mənfi 14. Sonra da uşaqlar, nəyə vurduq? Mənfi 3-ə vurmuşuq. Mənfi 18x, birisi çevirik, nəyə bərabərdir? Müsbət 20-yə getdik. Hər tərəfə toplayanda y-lər getdi, mənfi 13x bərabərdir, nədir? Və bizim də burada nəsə yazılmışdır. 13-ə bərabərdir. X-də nəyə bərabərdir? X bərabər oldu nəyə? Mənfi 1-ə. Mənfi 1-ə, bəli. Bəli. X bərabərdir, mənfi 1-ə. Düzdür? Bəli. İndi gətirir burada yerinə yazanda, harada istəyirsiniz yerinə yazın, fərq yoxdur. 5 hansı harada yerinə yazmışdıq ki biz? Daha 6x çıxsın edik bərabər mənfi 9. X nəyə bərabər uşaqlar? Mənfi 1-ə. Düzdür? Bəli. Çıxılsın y bərabər nədir? Mənfi 9. Düzdürmü? Bu da oldu neçə? Mənfi 6 çıxılsın y Mənfi bərabərdir. 6. Y bərabərdir nədir? 9-a. Mənfi 9-a. Düzdür? Y də bərabər olacaq uşaqlar. Bundan bunu nə edib çıxırıq? O zaman neçə olacaq bu? 3. Hə? 3 olmaz axı. Mənfi 6 çıx, üstə gəlirsin 9. Hə? Bu da neçə edir? Mənfi 10. Bəli, 3 edir də. Mənfi 6 üstə gəlirsin 9. 3. Bizdən də nəyi soruşurdu? Modulda x, y diye soruşur. O zaman olacaq x neçədir? Mənfi 1 vurulsun. Y X də üç. neçədir? 3. O da mənfi 3. Neçədir? 3. Mənfi 3. Mod bunun mənfi çıxmayacaq. Modun içində mənfi 3. Yaz. Onlar için.